sosial medyanın zərərli təsirlərindən özünü və ailəsini qorumaq istəyən adamlar üçün müsbət bir dənə xəbərimiz var. Qanunda dəyişiklik oldu. İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası qanunu var. İndiyə kimi hansı formada informasiyaları yaymaq məsuliyyətə cəlb eləyirsə insanları, məsələn, terrorçuluq haqqında narkotik vasitələri təşviq eləmək, dini ekstremizm ya da dini nifrət yaratmaq, irqi ayrı seçkilik və s. Bunların yanında belə bir maddə əlavə olundu. Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zid formada göstərilməsinə dair məlumatlar. Yəni, bayaq saydığım məlumatları bölüşmək necə insanları məsuliyyətə cəlb eləyirdisə, bu da ona aiddir. Bundan sonra ümid edirik ki, sosial mediada məzmun yaradan insanlar, TikTokda adətən elə olur, onlar biraz da diqqətli olacaqlar. İndi gəlirik işin əsas məsələsinə. Hamı şikayət eləyir də ki, TikTokda belə videolar var, mənfidir, insanlar pozuldu, uşaqlara ziyan oldu. Amma niyəsə yarım milyon, 1 milyon izlənir. Kimdir ona baxan, hamı şikayətçidirsə? Buna görə biraz daha səmimi olmaq lazımdır və nəyə marağınız varsa sosial media sizə onu göstərir. Hansı tip videoyu 1-2 dəfə baxırsınızsa, alqoritm başa düşür ki, sizin marağınız hansı istiqamətədir, onu göstərməyə başlayır. Əgər girib fərqli videoları belə sürüşdürəndə lenti, eyni formatda videolar gəlirsə qabağınıza, deməli nə vaxtsa sizin də marağınızı çəkib. Buna görə cəmiyyət olaraq əvvəlcə biraz səmimiyyətlə özümüzü düzəltməyə ehtiyac var. Çünki hazırki problem cəmiyyətdən yaranıb. Bəzi insanlar bunu eləyiblər. Cəmiyyət olaraq biz baxmışıq. Başqaları görüblər ki, belə olanda baxılırmış. Onlar da eləməyə davam eləyiblər. Onlar da baxılıblar və bu kütləvi hal alıb. İndi dövlət tənzimləməklə bunun qarşısını almağa çalışır. Biz də dediyimiz kimi o əlimizdəki alətlərdə nə ilə məşğul oluruq, onunla biraz diqqət eləyib bu işə dəstək olmalıyıq. Məsələn, birinci tərəfi budur, mənfilərlə mübarizə aparmaq. İkinci tərəfi də müsbətlərin sayını artırmaqdır. Ona görə videolarımızın çoxunda deyirik ki, xüsusi bir bilik bacarığı olan insanlar bu formada video çəkib, səliqəli, anlaşılan bir dillə insanlara ötürsünlər ki, Azərbaycan dilində bütün sahələrdə informativ videoların sayı artsın. Yəni, ancaq ərazidə kolu təmizləmək kifayət eləmir. 2 dənə gül, 1-2 dənə meyvə ağacı da əkmək lazımdır. Nəticə olaraq ümidli olun, hər şey yaxşı olacaq və bizi izləməyə davam edin.